2009-cu il iyulun 4-də Nizami rayon polis idarəsinin əməkdaşları 20 yanvar metro stansiyasının yaxınlığında qətildə şübhəli bilinən Bakı şəhər sakini Şakir Quliyevi həbs edirlər. İnsan ölümü faktından xəbərsiz olduğunu deyən Quliyeva bildirilir ki, o, ötən gecə rayon ərazisində Qorxmaz Əliyev soyadlı şəxsi qətlə yetirib. Nizami rayon məhkəmə tibbi ekspertiza və patoloji anatomiya şöbəsindən verilmiş reydə göstərilib ki, Qorxmaz Əliyevin ölümünə sol ağciyərin və ürəyin zədələnmələri ilə müşahidə olan daxilə keçən deşilmiş yara nəticəsində inkişaf etmiş kəskin qan itirmə səbəb olub. Meyiddən götürülmüş qanda 1% qatılığında etil spirti aşkar edilib. Bu miqdar canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğunun əlamətlərini daşıyır. İbtidai istintaq zamanı müəyyən olunub ki, 2009-cu il iyulun 3-də Şakir Quliyev təxminən gecə saat 23:30-da Bakı şəhəri Nizami rayonu Qaraqarayev küçəsindəki 70 sayılı evin arxasında Qorxmaz Əliyevlə mübahisə edib əlbəyaxı olaraq dalaşıb və üstündə gəzdirdiyi soyuq silah hesab edilən qatlanan ov bıçağı ilə onu qəsdən vuraraq öldürüb. Ağır cinayətlərə dair işlər üzrə məhkəmədə başlanan prosesdə Şakir Quliyev irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyib. O, özünü Cinayət Məcəlləsinin 126.3-cü ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə təqsirli hesab edərək göstərib ki, həkim məsləhətinə əsasən xəstəliyi ilə əlaqədar yatmamışdan 1 saat əvvəl parkda və ya həyətdə gəzir. Həkimlər Manisada da yapmışam. Manisada da həkimlər həmşirman sistemindən köçürdəndə belə şey məsləhət verirlər. O nöqtəyə nəzərdən evimizin böyründəki parkda hər axşamlar 1-2 saat yarım mən hərlənirdim. Həmişə olduğu kimi, indi də hərlənib gələndə yoldan həmişə aldığım yerdən sigareti alanda, sigareti almışam, bu adam marası oldu. Birinci kəlməsi oldu ki, sən nəsən, sən ne suraka getməmişsən? Mən belə bu söhbətdən çox belə çaşbaş qaldım ki, bu nə deməkdir? Belə baxdım, ağzım bana tərəf gələrəndə gördüm ki, bunun ağzından iyi gəldi, şişkilidir bu. Dedim, mən sən şişkilisən, get, istirahət elə, nə sözüm var, bana sabah dərsən. İyul ayının 3-də saat 23 radələrində Neftçilər metro stansiyasının yanına gələn Şakir Quliyev siqaret alıb qayıtmaq istəyərkən Qorxmaz Əliyevlə rastlaşıb. Sonuncu sərxoş halda ona yaxınlaşıb, heç bir səbəb olmadan səni göndərəcəyim Sroka deyib. Şakir Quliyev sonuncunu ev dəllalı kimi tanıyıb, amma onunla heç bir əlaqəsi olmayıb. O, Qorxmazın bu sözündən heç nə başa düşməyib və ona öz yolu ilə getməsini söyləyib. Lakin Əliyev içkili olduğundan ondan əl çəkməyib və onu söyüb təhqir edib. Şakir Qorxmazı itələyib ağaclıqlar tərəfdən keçmək istədikdə sonuncu cibindən bıçaq çıxarıb. Bu an Quliyev Əliyevin çənəsinə bir yumruq vurub və sol əli ilə onun qolunu vurduqda kəsici alət Qorxmaza batıb. O, bıçağı sərxoş şəxsin əlindən alan kimi Əliyev hadisə yerindən qaçıb. Addım atmaq getmək keçdi mənim qabağıma. Bir ədəb söyüşlərlə. Yəni, elə bir ki, o üst gəldi, gəlmə mən hırsim boğdu. Bir addım da attım ki, gel, ağlımı başına top elə, adamını tanı. Dedim, gənə bir addım attım qabağa ki, qoy rəbb olsun da, bu məndən uzaq olsun. Yəni, bir addım da attım, bax, elə neçədir, bir 30 metrə mən elədim, bax, o gözlərim bir Allah'ın haqqı. O inan var, həyatda o sivitoy bir inan var, o inan haqqı. Mən istəmədirlər, gördüm ki, bu adam havalanıb da, bu havalı danışır da mənimlə, söyüşlərlə. Daha ki, orada da yaşadığımız ərazidir də olar. Araba, uşaq, hamısı, mən özüm xəcalətimdən istəyirdim onun əlindən çıxam gedəm. Ki, yəni, heç məni bir adamla bir mübahisə elədiyimi məsələn görməsinlər. Elə bir ki, əjəl, bunun əjəl tamamdır, gəldi o hadisənin mənim əlimdən elədi. Axırda o vaxtı ki, mən gənə istədim ki, bunun əlindən çıxam, o momenti gör ki, mən buna baş qoşmuram. Axırda gənə pis söyüşlərlə çəkdi bıçaq mənim üstümə. Mən o vaxtı, bax, Allah'a and olsun, bu tərəfdən, bax, bıçaq belə çalanda, mən orada da göstərmişəm, bax, bu sol əlimlə, sol əlimlə. Mən üstbət elib onu beşərə sağlamışsaydım, o bıçaqma dəyərdi. Bax, bu sol əlimlə onu vurmuşam, tutmuşam, süpürləşmişim, o da ki, ızdarov idi, dedim, ançalam idi. Süpürləşmişəm onunla, xeyli süpürləşmişim. Amma bıçağım onunla, əlim də kəsilmişdi, onu da göstərmişəm orada, ekspertizdə, əlimin kəsilini də görmüşəm.
Məsəl üçün, onun bıçağı mənim onun əlimlə alanda bu qaçdı. Bu resmi qaçdı. Bax, Allah and olsuna görə ona bıçağı batdığından, onun ölümündən mənim xəbərim olsun. Mən gəlmişəm İspaqva derimə, düzdür, başqam da cırılır. Dartışmışıq da, həmən onu başqalara da təhvil vermiş yola. Bıçağı da elə bir gəldim, düz evə girdim. Elə bir bıçağı mən yudum ki, bu dələdüz adamdır da, mən biləm dələdüz adamdır, bununla nəsə eləyər, qurma qurarlar, eləyərlər də, çətin həyatdır da, hamımız bilirik. O deyək, Orxan gözü həmişə çox düşürür. Mən də özüm elə çox şeylərdən, qoruya elə bir nəşə gəldim bu yaşımda, xəstə vaxtında düşdüm bu işə. Bıçağı yudum ki, bir də nəsə olar, mənim üstümə şişə eləyərlər, bıçağı da qoydum cəmə. Evə yollanan Şakir Quliyev bıçaqda olan qanı silib və həmin aləti özündə saxlayıb. Səhər Qorxmazla görüşüb bıçağı ona qaytarmaqla yanaşı dünənki hərəkətlərinin düzgün olmadığını başa salmaq istəyib. Onu 20 yanvar metro stansiyasının yanında Sakit adlı qohumu ilə görüşərkən Nizami rayon 25-ci polis bölməsinin əməkdaşları həbs ediblər. Bölmədə ona məlum olub ki, gecə Qorxmaz Əliyev onun yetirdiyi xəsarətdən dünyasını dəyişib. Qorxmaz Əliyevi sardan tanıyırdınız? Onu bir mahkələşim orada işləyənlər, yəni məhləmizdir də, bizim evimizin böyrüdür, çıxdığımız parkdır da oraya. Orada mahkələr bazarı var da, bilmirəm, eşitmişsiniz, eşitməmişsiniz. Yəni mahkələrlər bu, özdəki elə bir şeydir ki, onlar orada işləyirlər də, onlar çıxıblar orada işləyirlər, mahkələr. Yəni mahkələr bu ev kirayəsidir, ev alıbı satıqsıdır. Adını bilirdiniz mi? Bunun adını elə bir şey yox, sonradan bilmişdim. Sonradan yəni nə vaxt sonra? Yəni da bu istintaqda yazılanda ki, bunun adı Qorxmazdır. Aranızda bir konflikt, mübahisə, davadalaş olmuyor bu hadise? Yox, vallahi heç bir şeyimiz olmuyor, heç bir konfliktimiz olmuyor, heç bir sporumuz olmuyor. Bax, gənə deyirəm, olsa mən inanılmaz balam. Bu yaxşı oldu mu? Heç bir mübahisəniz yox, münasibətiniz yox. Birdən-birə sizin qarşınızı kəsəcək deyir ki... Bəs indi keyflidir bu bir də havalanır. Havalanıqda bunlar havalanır. Bunlarda elə bir ki, bunda elə şey var da, elə bir. Bunlar havalanıb da ki, nədir? Yəni ki, elə bir bunu... Umumi makrellər deyirsiniz? Umumi makrellər demirəm. Elə bir ki, bunun dostu da, yaxınları elə bir ki, o ağrı yoxdur. Məsəl üçün, bunlar elə bir, hamısı bir adamdırlar. Bunlarda da elə bir söyüş orada gedib gələndə mən söyüşləri bilirdim ki, bunlar ağzından söyüşlər çıxardır da, belə pis-pis bədəb söyüşlər söyürlər. Siz bəlkə yol gedəndə elə bir hərəkət eləmişsiniz ki, o xoşuna gəlmir? Məsəl, yox. Onun xoşuna gəlib yox, yəni deyirəm. Çünki orada da bu sualı mən öz-özümə başda 5 ayda verirəm ki, niyə məhz Allah Teala məni seçdi, onunla gəlmir. O sizə yaxınlaşdı, əvvəlcə nə dedi ki, bu mübahisə başladı? Birinci sözüm Allah'man olsun, birinci sözüm oldu ki, sən Suroka getməlisən. Birinci adından çıxart da, bu sigaret götürdüğümdə, yəni ki, qadın xeylar. Dedim, burada qadın var, Suroka getməlisən, bu nə söhbət edirsən? Mən hiç bilmədim ama bu işkilidir. Sonra gördüm işkilidir, tam buna baş boşmaq istəmədim. İstədim çıxam gedəndə əl çəkmədi. Bax, elə bir əl çəkmədi ki. Söyüş də gözlüm. Deyirlər, səbir. Gör, məndə nə qədər səbir olur ki, mən 30 metr istəmişəm bunun əlindən çıxam. Mən bunun əlindən çıxa bilmədim da. Çünki bu yazıdır. Bu yazıda mən qaça bilməmişim. Sizi vurmaq istədiniz, vurmaq istəmədim. Bax, inanırsınız, əgər mən bax, bu sağ əlimdən vursaydım, o bıçaq mən tuturdu. Mən üsbət edib, elə bilən ki, sağına yox, solla vurmuşam ki, o bıçaq mənə dəymədi. Aynı deyirsiniz ki, solla vurdunuz, aranızda mübarizə başladı. Həmin vaxtda siz hansı xəsarətlər almışsınız? Həmin vaxtda demirəm, mən əlimdən xəsarət almışam. Hansı əlinizdən? Bu əlimdən, deyib, bu Arasından? Dedi, buralar hamısı çırıq-çırıq verir, deyib, buralar indi tutarır. O, hara dəymişdi ki? Ha? Hara dəymişdi? Elə bıçağa dəymişdi, nə bilim, indi onun sifətinə dəymişdi. Sifətinə dəyəndə, demirəm, bir dərə yumruğu vurmuşam ki, yəni ki, elə bir o bıçağı onun əlinə ala bilim, değil mi? Ala bildiniz bıçağı? Hə, bıçağı mən alan kimi də o qaşımaq bir oldu. Vicdan haqqı. Elə bir ki, elə qaşdı ki, bildirim ki. O deyirsiniz ki, siz sol əlinizdən vurdunuz. Nətəri? Sol əlinizdən vurdunuz. Hə, yapışdım əlimdən yapışdım, yəni priyomlarla da yapışdım, belə qolundan belə süpürləşə, o istəyir madəsi, mən istəyirəm ona dəysin. Yəni ki, bıçaq madəsi. Sonra ala bildiniz. Hə, mən bıçaq onun əlindən, almağı ilə qaşımaq bir oldu. Deyirsiniz ki, süpürləşirdik, yəni mübarizə aparırdınız da. O, həmin vaxtı hiss elədiniz ki, bıçaq kiməsə dəydi, nəyəsə dəydi. Allah'ıman da olsun, mən belə bir şey, onu bilməmişim ona bıçaq dəydiyim. Amma ola bilər ürəyimdə fikirləşdim ki, yəni birinci elə bildim ki, madə, əlimə Nə vaxt bildiniz ki, bıçaq dəydi? onu elə bilməm sabahlarım, onu sabahsı günü bilmişəm.
Siz deyirsiniz eve gelen bıçak qanununda. Elə bilirsiniz ki, Yox, qanunu deyil, bıçaq demirəm. Belə deyirəm ki, bıçaqda nəsə olardı, elə bir ağlıma elə şey gəldi ki, o bıçaqda nəsə olardı. qanun dedikcə. Yox, bıçaqda elə qan görmürəm. Vaxt demədim ki, eve gidib qanun. Yox, yudum, amma elə mən ona elə dəqiq fikir vermədim ki, burada qan var, yoxdur da elə bir şey. Yəni elə qan, elə çox qan yox idi. Bəlkə də olsa da az olur, mən bilməmişəm. Yaxşı. O bıçağı özünüzdə nə məqsədlə saxlayırdınız? Sabahlarımız bıçağı qaytarım ona, deyim ki, nə, bax bu bıçağı mənim üstümə çarpmışam da, elə bir ki, bunu elə bir başına bir dənə də qapaz vuram ona. Deyim ki, bax bu dünənki konsertlə konsertini çıxartmışam bana. Bu istintaq düz geçsə, bu istintaq... Düz geçsə deyəndə bu ayında biz düz soruşuruq da sən. Allah sənin balası. İstintaq düz gedəndə müstəndik falçı deyir ki, baxsın ki, orada kim olub olmuyor. Yox, Biri sizdən soruşurlar ki, siz dav eləmişsiniz də. Bax orada kimi görmüsünüz, özünüzü müdafiə üçün bir adamın adını çəkib çağıraq gəlsin. Yəni mən inanmam ki, yəni elə bir düz aparsa, müstəndik düz aparsa, mən inanmam ki, o görən adamlar... Düz aparmaq nə deyirsiniz? Yəni ki, imin o görən adamları çağırıb deməlidir ki, burada kim görüb o adamı? Müstəndiklər burada da istintaq İndi soruşuruq da sizdən. Allah kömək olsun. İndi yəni görən olub ha orada. Onu görən olub gəlib dərdində bir təsdiq eləyər. Amma mən xanım... Müstəndik yox. Orada sən olmuşsun. Mən olmuşam, mən də deyirəm. Bırakın soruşur, kim adını çəkə bilərsən tanımlarını, sən çağırın dirək. Mən vallahi gənə deyirəm ki, orada çox adam olub, adlarını tanımıram. Belə sifətdən tanıyıram. Sifətdən tanıyıram, amma mən inanmam ki ona. O haqqı, düzgünlüyü gəlib orada dəyan olar. İş üzrə zərər çəkən İxtiyar Vəliyev mərhumun onun qaynı olmasını bildirib. Ayın 3-ü gecə saat 23 radələrində Neftçilər metro stansiyasının yaxınlığındakı parkda oturub istirahət edərkən Qorxmaz dostu Aqillə birlikdə onun yanına gəliblər. Yolu keçən vaxt Qorxmazın telefonuna zəng gəlib və o bir dəqiqə danışandan sonra onlara getməyi, özünün isə birazdan gələcəyini bildirib. Vəliyev zəng edənin kimliyi ilə maraqlananda qaynı söyləyib ki, tanış adamdır, işim var. Evə gələndən təxminən 2 saat sonra Ağcabədi rayonundan bacanağı zəng edərək bildirib ki, Qorxmazı bıçaqlayıblar, tez 25-ci bölməyə get. Bölməyə çatanda ona Əliyevin aldığı bıçaq yarasından vəfat etməsi məlum olub. Bir həftə bundan qabaq Qorxmaz elə yüksək pul deməmişdi. Dedi, 70 manat onun borcu var mı? Aramızda 70 manat söhbət var. Bu 70 manat söhbətinə görə heç kəs nə öldürməz, nə şey eləməz. Bu ölüm başqa şeydir, nə istədir. Bu işlə bağlı belə bir şey var ki, həmin hadisədən bir həftə qabaq Qorxmaz gəldi evdə məndən dalaşdı. Hansı ki, mən onu özümə oğurluq götürmüşdüm, evdə saxlayırdım. Gəldi məndən dalaşdı ki, sən ev algı satqısı eləmirsən. Dedim, mən ev algı satqısı eləməmişəm, adamlar da var. 5 boylub sonra da qaytarırdı. Dedi, xeyr, Şakir deyir ki, sən ev algı satqısı eləmirsən, Şakirə hörmət eləməlisən. Niyə eləməlisən? Onun üstündə gəldi Qorxmaz məndən evdə dalaşdı. Dedi, Şakirə dedim, mən onun üstündə dedi, böyük dedi, davaya düşmüşdüm. Az qalıb dedi, bir-birimizi vuraq. Belə bir söhbət deyil. Mən anlaya bilmirəm bunların arasında o. Yəni mən Şakir onu mənə qarşı deyil, mənim üzümə deyil. Mən yalan deyə bilmərəm ki, Şakir bunu mənə deyil. Kim haqqını verməlisə. Bunlar hamısı elə bir... Amma bu söhbət o deyil. Rəhməti Qorxmazın 70 manat. Yox, heç bizim aramızda pulsa söhbət olmuyor. Vəbşə elə bir şey olmuyor. Nizami rayon 25-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyən Elxan Bədəlov bildirib ki, saat 23:40-da Neftçilər metro stansiyasının yanında yerləşən parkda naməlum şəxs tərəfindən vətəndaş Qorxmaz Əliyevə bıçaqla xəsarət yetirilməsi barədə məlumat alıblar. Aparılmış tədbirlər nəticəsində məlum olub ki, cinayəti Nizami rayon sakini Şakir Quliyev törədib. Onu 20 yanvar metro stansiyasının yaxınlığında həbs edərək bölməyə gətiriblər. Tutulan şəxs cibindən bir ədəd düymə ilə açılan gümüşü rəngli bıçaq təqdim edərək Qorxmaz Əliyevi həmin alətlə vurmasını deyib. Bizə məlumat daxil oldu ki, Şakir 20 yanvar metrosu yaxınlığında olacaq. Bizə getdik həmən yerdə Şakiri götürdük, gətirib bölməyə gələndə Şakir bıçaq təqdim elədi ki, bununla vurmuşam. Soruşurdu ki, nə üstündə olub, dedi, aramızda mübahisə olub, o məni vurmaq istəydi, mən onu dedim. Deyirsiniz ki, orada Şakir Quliyev sizə dedi ki, bu bıçaqla məni vurmaq istəyirdi, mən onu... Bəli, elə ifadəsində elə göstərdi ki... Dedi ki, bıçaq kimə məxsus olub?
Dedi ki, Qorxmaza məxsusdur. Qorxmaz məni vurmaq istəyirdi, mən əlindən aldım, özünü öldürdüm. Mən o bıçağı siz mənə götürəndə 20 yanvardan. Mən onu götürəndə, mən sizə dedim ki, 20 yanvarda özüm çıxartdım cibimə sizə verdiyim. Dedim, əlimdən almışam. Onun yəni heç rəhmətə getməyimdən xəbərim yoxdur. Oldu da belə söhbət. Bunu da almışam ki, bunun özünə qaytaramışam. Dünənlərim buna haqq hesab edir də. Sən dedin ki, özü məni vurmaq istəyirdi. Hə, daha isə oldu. Mən heç onun rəhmətə getməyinə yəni dedim ki, xəbərim yoxdur. Olub, mübahisə olub aramızda, nəsə olub, amma onun rəhmətə getməyindən yəni mənim xəbərim olmur da. Mən təmiz etiraf elədim də bunu sizə. Yəni, Allah kömək olsun, ayrı sualım yox. Bunu mən sizə qısalım. Buyurun. Siz onu dəyət vurmazda dalaşdınız, boraşdınız, bıçaqalı çıxdı getdiniz. Nətəri? Siz onunla mübahisə elədiniz, bıçağını vurdun, çıxdı getdiniz. Hadisə yediniz. Yox, indi elə deyirsiniz ki, elə bir şey olmayan şey mən nətər deyim eləmişəm. Yəni, mən ona bıçaq dəyməyindən xəbərim olmayıb, Allah'ın olsun. Yaxşı, gördünüz Mən onun yaralıdır. rəhmətə getməyindən xəbərim olmayıb. Gördünüz yaralıdır. Yox, elə bıçaq əlinə alan kimi o qaçdı elə bir şey. Ta qaçdı, mən də qaçdı, ta çıxdım, elə yoluma düzəldim, getdim evə. Şahid Aqil Mirzəyev mobil telefonların danışığı köşkündə işlədiyini göstərib. Həmin gecə köşkün qarşısında olan masanı götürüb obyekti bağlamağa hazırlaşanda üzdən tanıdığı Qorxmaz adlı makler ona yaxınlaşıb və telefondan 1500 kontur yükləməyini xahiş edib. Şahid spirt iyi gəldiyindən onun sərxoş olduğunu hiss edib. Qorxmaz oradan aralanandan sonra Narmobayl mağazasının arxasına bir nəfər hündür boylu şəxs də keçib. Az keçmiş oradan səs gəlib və Qorxmaz sinəsi qanlı halda dükanın arxasından çıxıb yerə yıxılıb. Bunu görən Aqil Mirzəyev tez təcili tibbi yardıma və polisə zəng edib bu barədə məlumat verib. Şahid Aqil Mahmudov 2004-cü ildən ev alqı-satqısı ilə məşğul olduğunu və həmin vaxtdan o ərazidə makler işləyən Qorxmaz Əliyevlə dostluq etdiyini bildirib. İyulun 3-də o işlədiyi parka gəlib Qorxmazla görüşüb və Rusiyada yaşayan kürəkəni üçün bir evə baxmaq məqsədi ilə Kənd Əhmədliyə yollanıblar. Oradan qayıdandan sonra günorta vaxtı kafedə çörək yeyəndə araq içiblər. Sonra o başqa bir mənzil üçün müştəri axtarmağa gedib, dostunun isə hara getdiyindən xəbərsiz olub. Sonuncu dəfə Qorxmazı axşam saat 23 radələrində görüb. Sonuncu kürəkəni ixtiyarla dayanacağa tərəf gedirdi. Yolda o gözlənilmədən yaşıl market mağazasını göstərib. Orada bir nəfərlə işi olduğunu və təxminən 20 dəqiqəyə evə gələcəyini deyib. Növbəti gün iş yerinə gələndə orada olan yoldaşlarından eşidib ki, Qorxmazı öldürüblər. Keçdim, sigaret aldım, yeznəsinə bir yerdə, Qorxmazın yeznəsinə bir yerdə. Yolu keçdim, Komport deyilən ticarət mərkəzi var. Yolu keçdi bir yerdə ticarət mərkəzinin qabağına. Mən bildim 94 nömrəli deyəm, 311 nömrəli. İkisi də eyni yolu gedir, ikisi də eyni formalı avtobuslar. Mindim getdim, yəni yeznəsinə ayrılıb orada mindim, avtobusa getdim. Yeznəsi də, həmin biz ayrılan vaxtı Qorxmazdan soruşdu ki, evə getməyə də bir yerə qalırlar, var səhvlərimizə. Qorxmazda nəsə işi olduğunu dedi, yeznəsinə. Nəsə işi olduğunu dedi. Yeznəs dedi, gedək evə, mən yanlarına sağollaşım ki, mən gedirəm. Yeznəs dedi, mən də gedirəm gözlə. Qorxmazda da Yeznəs dedi ki, bəs gedək evə gedək, vaxt keçir. Qorxmaz da nəsə işi olduğunu, orada yaşıl market deyilən yer var, orada istiqamətini göstərdi əli ilə ki, burada bir yarım saatlıq işim var, Yeznəsinə dedi. Bəs sən gedib və mənə bir 20 dəqiqə yarım saata gəlirəm. Sonra Yeznəsinə ayrılandıq. Yeznəsinə yolu keçdi bir yerdə. Mən bildim, otobüsü getdim evə. Səhər günündə, nefslərə gələndə arabası aldı ona verəndə səhərsə. Yəni, hadisanın olduğunu eşitdim, belə də inanmadım. Qorxmazı vurublar. Mən elə bildim, dalaşıb vurublar belə yəni. Nəsə də dalalar, dan bir də yoxu bıçaq yığırlar. Həmin vaxtda götürmə Qorxmazı yığdım, Qorxmazı zərcab telefon götürməm. Sonra bir yeznəsini yığdım ki, bəs belə bir şey işitməyəm. Bu nə sözdür? Soruşum Qorxmaz hanı əsasında. Yeznəsə soruşum Qorxmaz hanı yanındadır. Bir ki, Qorxmaz gücü həyatda yoxdur. Spirti şişi qəbul eləmişdir? Eləmişdir. Nə qəbul eləmişdir? Araq. Nə qədər? Bunlar bir tulqaylı sonra girdi adətdə. İsti arası içində bir belə qalmış. İkinizə içdiniz onu? İkimizə işitdi. Qorxmaz əlində siz bıçaq görmüşsünüz nə qalsın? Evet. Heç vaxt görməyəsiniz. Başqa silah? Heç bir. Heç vaxt görməyəsiniz. Yox. Mahmudov, Şakir Quliyevdə siz bıçağı nə vaxt harada görmüşsünüz?
Nefsler ve hafızları. Ama hafızadan verir. Abi yalan derim ki 20 gün, 25 gün ben Hansı şəraitdə görürsünüz? Şakir'in mahsus olmuş nefslerde de Sizin mübahisəniz düşdü. Nəyə üstə düşdü? söğürsün. Kimə söymüşlər? Şakir'le de söğür söğürdü. Ben de bir bana değdi. Nə sizə dəydi? Söğür. Ben de dedim söğür söylemeyin ha. Bıçaq çıxartdı. Vurdu sizi. Bıçaq gördünüz nə sizə bu vaxt? Buna çıkıp salın diyen bana. Daha ölçüsün diyen bana. Nədən bilirsiniz ki, bilmər bıçaq? Bir bana onu çağırıp asılmanın için oldu. Çıxartdı, mübahisəni bastı açıldı. Evet. O öyle şey olmuyor. Olmuyor. Onun suikastı qərarı var. Şahsi qərəzi olmuyor ama bu hadiseyle bıçağına tutmağına göre öyle bir şey, bunlar da ona yakın, birbirine yakın bunlar. Öyle değiller. Yani mesela o boş meselesi değil, o artık değiller. Yani bu dediği söhbəti, bazı söhbətlər var, onun artık değiller. Yani. Çıxış edən dövlət iddiaçısı qeyd edib ki, Şakir Quliyev Qorxmaz Əliyev aralarında yaranmış münaqişə zəminində xuliqanlıq niyyəti ilə qəsdən öldürüb və onda hər hansı psixik xəstəliyin əlamətləri aşkar olunmayıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində 15 il müddətinə azadlıqda məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Zərər çəkmişin hüquqi varisi İxtiyar Vəliyev təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Şakir Quliyev isə son sözündə bildirib ki, Qorxmazı öldürməyə fikri olmayıb. O, sadəcə özünü müdafiə edib. Cəhətratı 15 cəzası var. Səndən çoxdur, azdır, sən bilməzsən, sən müddətli ikimizə görə səni tutmuşdur. Mən zərər çəkmişəm, amma mən prokuror istəmirəm, müstəntiq istəmirəm. Qanunu siz bilirsiniz, siz eləməlisiniz. Hadisədir, tutun məni. Tutun, amma mən onu qəsdən ölməyə, nə bilim, bununla mən bir işim olsun, bununla mən bir gücüm olsun, bir sporum olsun olmuyor. Sadəcə bu adam havalanıbda, əcəli tamamdır. Qurban olduğumda mən seçib elə bir ona. Bax, bunun püşkünə mən keçmişəm. Bunu nə tərdi mən deyirəm, haqqını olanı eləsinlər, olsa olan olur. Mənim çöldə məsəl üçün cəmaat 60 il, 55 il yaşaya bilmir. Mən xəstədim, mən biraz zülümdən çəkirəm. O elə bir əcəl tamam onu çıxıb gedib orada. Mənim balalarım qalıb orada, bir mənim yox, möhtərəm hakim. İnanın ki, mən öz həyatımda yox, mən 4 balamın da həyatı tarmaq olub var şey. Məhkəmədə müəyyən olunub ki, mübahisə mərhumun təşəbbüsü ilə başlayıb. İlk olaraq Qorxmaz Əliyev Şakir Quliyevin qarşısını kesib və ona səni sroka göndərəcəm söyləməklə sonuncu ilə dalaşıb. Bu səbəbdən münaqişə zəminində Quliyev onu bıçaqla vurub, öldürüb. İstintaq orqanı da məhz davanın təşəbbüsçüsü kimi Qorxmaz Əliyevi qəbul edib, amma buna baxmayaraq təqsirləndirilən şəxsə qarşı 120.2.2-ci xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, 221.3-cü xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə və 228.4-cü qanunsuz olaraq qaz və soyuq silahı əldə etmə, satma və ya gəzdirmə maddələri irəli sürüb. Prokurorluq xuliqanlıq niyyətinin və cinayətinin nədə ifadə olunduğunu əsaslandırmayıb və bu halları təsdiq edən sübutları əldə etməyib. Məhkəmə işin faktiki hallarına qiymət verib nəticəyə gəlib ki, 120.2.2-ci maddəsi ilə olan cinayət əməli Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsinə tövsif olunmalıdır. Həmçinin şahid ifadələri ilə müəyyən edilib ki, Quliyev ictimai qaydanı kobud sürətdə pozan hərəkətlərə yol verməyib. Ona görə də Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ona verilən ittihamdan çıxarılmalıdır. Məhkəmə Şakir Quliyevə cəza təyin edərkən təqsirini boynuna alıb əməlindən peşmançılıq çəkməsini, ilk məhkumluğunu, ailəli və himayəsində 4 azyaşlı uşaqlarının olmasını yüngülləşdirici hallar kimi qiymətləndirib. 2010-cu il may ayının 3-də ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə 1965-ci il təvəllüdlü Şakir Quliyev 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.